Məsələn, bu günlər sənin başına bir iş gəldi, bir daş düşdü, maşının əzik oldu. Heç bir şeyə yaramaz bir vəziyyətə gəldi, çatdı. Amma bax gör Allah Taala sənə qıraqda nələr verib. Yetər ki, sənin bütün əzalarının sağlam bir vəziyyətdə bədənində olması hər şeydən qiymətlidir. Möminə afiyyətdən böyük bir şey verilməmişdir. Sən bugün bədənində afiyyətdəsən, amma sənin maşının getdi. Bugün sən əminaman bir ölkədə yaşayırsan, sadəcə maşının getdi. Bugün sənin evdə ailən var, sadəcə maşının gedib. Bugün sənin evdə evlatların var, sadəcə maşının gedib. Sənin bugün valideynlərin və yaxud da bir valideynin var, sadəcə maşının gedib. Və beləcə saymaqla bitməyən nemətlərin biz içində yaşayırıq ki, amma gözümüz bir dənə o əzilən maşını görür. O maşını da sənə verən Allahdır. Ondan da daha gözəllərin, daha böyüklərin, daha bahalarını Allah Taala sənə verməyə qadirdir. Zaten insanlar Allah həmd olsun, əksər hallarda yaxşıya doğru gedirlər. Bugün zəif bir şey gedirsə, ondan gözəli, ondan böyüyü, ondan genişi, ondan daha bahalısı gəlir. Amma yetər ki, o gedən vaxtı səbr eləməyə bacarasan. Və biləsən ki, başına gələn hər bir şey Allah Taala tərəfindəndir.